Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı innovativ potensialın gücləndirilməsində mühüm rol oynayır. Bu proses həm yeni iqtisadi imkanlar yaradır, həm də əqli mülkiyyətin əhəmiyyətini daha da artırır. Eyni zamanda süni intellektin geniş tətbiqi hüquqi və etik tənzimləmənin zərurətini aktuallaşdıraraq bu sahədə strateji yanaşmanın formalaşdırılmasını ön plana çıxarır. Bəs inkişafa mühüm dəstək verən süni intellektin əqli mülkiyyətdə rolu necə tənzimlənir? İzləyək. İnnovativ potensialın inkişafında əqli mülkiyyət və süni intellektin rolu artır. Müasir dövrdə innovativ potensialın gücləndirilməsi iqtisadi inkişafın prioritetlərindən biri kimi ön plana çıxır. Bu kontekstdə elm, təhsil və əqli mülkiyyət qarşısında yeni vəzifələr dayanır. Bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə innovativ potensial, əqli mülkiyyət, süni intellekt mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirdi. Onun sözlərinə görə süni intellektin istifadə dairəsi genişləndirildiyi təqdirdə əqli mülkiyyətin innovasiya potensialına təsir imkanları da artır. Bunun üçünsə süni intellekt texnologiyalarının məqsədyönlü hazırlanması və tətbiqi vacibdir. Həmçinin agentliyin sədri süni intellektin əqli mülkiyyətdə yeri və rolu məsələsinə də aydınlıq gətirdi. Əqli mülkiyyət innovasiyanın driveri, yəni hərəkət verici qüvvəsi kimi qəbul olunur. Nə üçün? Çünki əqli mülkiyyət bildiyiniz kimi mövcud olan biliklərdən yaranır və özü də yeni biliklərlə nəticələnir. Təmzimləmədən gedəndə söhbət, biz süni intellektin yaradılmasını təmzimləmirik. Biz süni intellektin əqli mülkiyyətə münasibətini və onu ilə bağlı əqli mülkiyyət sahəsində yerini təmzimləyirik. Bununla yanaşı ekspertlər vurğulayırlar ki, süni intellektin geniş tətbiqi əqli mülkiyyət sahəsində yeni hüquqi və etik məsələlər də ortaya çıxarır. Xüsusilə süni intellektlə yaradılan məhsulların müəlliflik hüquqları və istifadə olunan məlumatların hüquqi statusu ilə bağlı müzakirələr davam etdirilir. Ən böyük təsir eləyir Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və Azərbaycanda mətbuat sahəsinə, internet kommunikasiya sahəsində bunu biz görürük ki, burada süni intellektdən istifadə edirlər və bəzi hallarda görürsən ki, bunun doğru istiqamətində deyil, yanlış istiqamətində istifadə edirlər. Və hesab edirəm ki, bu məsələlərin ciddi şəkildə araşdırılmasına böyük ehtiyac var və gələcəkdə bunun qarşısının alınması üçün addımlar atılmalıdır. Mütəxəssislərin fikrincə bu çağırışların effektiv idarə olunması üçün müasir hüquqi çərçivənin formalaşdırılması və beynəlxalq təcrübənin tətbiqi vacibdir. Bu yanaşma innovativ potensialın daha da artırılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verə bilər. Ölkədə isə bu istiqamətdə artıq addımlar atılıb. 2025-ci, 28-ci illər üçün süni intellekt strategiyası təsdiq olunub və bu sahədə çox mühüm normativ hüquqi baza formalaşıb. Əsas məqsəd rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya. Burada əlbəttə ki, bu sahələrində də fəaliyyətinin təkmilləşdirməsindir. Rəqəmsallaşma və innovasiya siyasətinin gücləndirilməsi ölkənin qlobal rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Müzakirələr göstərir ki, süni intellekt innovasiya üçün yeni imkanlar açsa da, hüquqi və etik çağırışları da artırır. Bu səbəbdən effektiv tənzimləmə və strateji yanaşma vacibdir. Azərbaycanın bu sahədə atdığı addımlarsa innovativ potensialı gücləndirərək qlobal rəqabət mövqeyini möhkəmləndirir.